ikisində fərqlənən hərbiçilərə orden medal verilmişdi. Burada cavab 2, 4. 2, 4 götürdünüz. Niyə 3'ü götürmüsünüz də? Aha, fərqli olaraq da üz istəyirəm. Düzdür. 3 hərfçinin olub axı. Düzdür. Mən oxşar cəhət kimi yaxınlaşdım. 2, bir də deməli 4'ü götürdünüz. Orden və medallar məsələsinə toxunaq. Azərbaycanda hal-hazırda ən yüksək fəxri ad hansıdır? Yusif bəy. Salam, axşamınız xeyir olsun. Tamam, Milli qəhrəman ildə Sovet məsələ demişdiniz. Ta ki 44 günlük müharibəyə. Müharibə 44 gündən sonra olan adda o işğaldan azad necə idi orada? Həmin orada verilən Vətən müharibəsi qəhrəmanı belə Sovet məsələsi. İstəyirsə bununla bağlı bir dənə vərəqdə qeyd götürün. Bunu ordenlərdə deyəcəm ki, ən yüksəklər hansılardır? Ən yüksək fəxri ad oldu Vətən müharibəsi qəhrəmanı. Və yalnız 44 günlük müharibədə iştirak edənlərə verilibdir. Nə ondan qabaq, nə ondan sonra heç kəsə verilməyibdir. 83 nəfərə verilib cəmisi. Sonra ən yüksək orden Heydər Əliyev ordenidir. 2005-ci ildə təsis olunub. İlk Azərbaycanlı vətəndaş olaraq İlham Əliyevə verilib, xarici vətəndaşlardan isə İhsan Doğramacıya verilibdir. 2 nəfər isə qadına verilibdir. Zeynəb Xanlarova, bir də Mehriban Əliyevaya verilibdir. Ən son verilən kimdir? Bu da düşür suala. Ən son isə Polad Bülbüloğlu'na verilibdir. Ümumilikdə 26 nəfərə. Ən yüksək medal hansıdır? Ən yüksək medal isə 2023-cü ildə təsis olunan Heydər Əliyevin 100 illik medalıdır. Çox adama verilib bu. Yəni bunun sayı yoxdur. Çox adama verildi. Təqaüd isə ən yüksək təqaüd. Heydər Əliyevin adı ilə təsis olunmuş Heydər Əliyev təqaüdüdür. O isə əsasən yüksək ixtisaslı təhsil alanlar, doktorantura, magistr təhsili alanlar daha çox onlara verilibdir. Düzdür, bakalavr alanlara da verilibdir. Amma ən çox yüksək təhsil alanlara verilən təqaüddür, ən yüksək təqaüddür. Heydər Əliyev təqaüdü. Bir dəfəlik verilir amma o təqaüd. Bir dəfəlik təqaüddür. Bu belə. Sonra 7-ci suala elə Yusuf bəy siz baxın. Mən indi evə satacam. Olar kimsə baxsın desin, mən qalxım rahat deyim. Olar. Vüsal bəy siz baxın, gəlin. Axşamınız xeyir olsun. Tamam, hər vaxt. Deməli 2020-ci ilin sonunda 2-ci Qarabağ müharibəsinin yekunları ilə bağlı Azərbaycan Respublikasının prezidentinin imzaladığı fərman və sərəncamlara görə düz olanları seçəcəm də yəqin ki. Vətən müharibəsi şəhidlərinin xatirəsi ölkədə yad edildi. Şəhid ailələrinin təminat dəstəyi üçün Qarabağ Dil Fondu yaradıldı. 8 noyabr anım günü təhsil edildi. Vətən müharibəsi qəhrəmanı fəxri adı, orden və medallar təsis edildi. Vətən müharibəsi memorial kompleksinin yaradılması nəzərdə tutuldu. Deməli, Vətən müharibəsi qəhrəmanı fəxri adı, ordeni və medallar təsis edildi. Bu dəqiq düzdür. Məncə. İkinci məsələ necə? Düzdür. Aha. Sonra bu 8 noyabr anım günü deyil də, o zəfər günüdür, o səhvdir məncə. Bəli. 3 səhvdir. Şəhid əziz xatirəsini sükutla bağlı məncə bir fərman, sərəncam bilmirəm, var yoxsa yoxdur. Yəqin ki 5 olar da, 4 ilə 5. 4 ilə 5-i götürdünüz. Hı. Deməli, gəlin bir də üstünə birdən gedək. Bir oldu. Niyə 10 dekabrda, 2020-ci ilin 10 dekabrında parad keçirildi? O paradda isə sükutla yad elədilər. Yox, onunla bağlı fərman, sərəncam var. Yəni həmin anda, yəni sükut xatirəsinin yad edilməsi məqsədilə bir dəqiqəlik sükutla yad edildi, fərman verildi. Bunu əvvəlcədən imzalayır ki, o vaxt onu tədbiri həyata keçirirlər. Yəni durduq, birdən-birə eləmirlər ki onu. Onunla bağlı prezident sərəncam verir. Okey.
Aha, o var. Biri götürdük. İkidə səhv nədir? Şəhid ailələrinə təminat deyil. Bu hansı məqsədlə yaradılır? Qarabağa Dirçəliş Fondu. Quruculuq işləri ilə bağlı, Quruculuq. orada yenidən qurma işləri ilə bağlı. Bəli, quruculuqla bağlı idi. Ona görə onun əvəzinə, Dirçəliş Fondunun əvəzinə hansı olsa düz olardı? Şəhid Hə, ailəsinin. bir dənə var idi. Onun Yaşad adını fondudur da o Ay, deyəsən. Yaşat, hə. Bəli. Yaşad Fondu olsaydı düz olacaqdı. Ona görə 2 getdi, səhvdir. 8 noyabr anım günü yox, zəfər günüdür. Bəs anım günü nə vaxtdır Yusif bəy? Anım günü. Müharibənin başladığıdır da. 27 sentyabr. Bəli. Bunu da qeyd edeyim sizə. 2 gün Azərbaycan tarixində 2 gün anım günü kimi qeyd olunur. 27 sentyabr müharibənin başladığı gün, bir də 10 dekabr. 12 dekabr Heydər Əliyevin vəfat etdiyi gün. 2 günü anım günü kimi qeyd edilir Azərbaycan. Deyəcəksiniz, bəs yaxşı 20 yanvar nədir? Anım günü deyil. Yox, hüzün günüdür. Bax, konkret də belə verilir, hüzün günü verilir. Bəs 26 fevral nə günüdür? Soyqırım günüdür. Eynən 31 mart da soyqırım günüdür. Deməli, təqvimimizdə 2 soyqırım günü var, 2 anım günü var, 1 hüzün günüdür. Daha sonra silahlı qalanlarsa bayram günləri kimi qeyd olunur. Bayram günü kimi gedir. Yəni qeyri iş günü gedən də var, iş günü gedənlər də var. Bir də xatırlamaq istəyirəm ki, Yusif bəy, sizin yanınızda qalıb yoxsa yox? Azərbaycanda adı dəyişdirilən bayramlar hansılardır? Vüsal bəy deyəcəkdim. Yusuf bəy yoldaydı, üzr istəyirəm. Hə. Adı dəyişdirilən Qurtuluş günü idi deyəsən yoxsa? Yox, yox. 2 bayramın adı dəyişdirilib. Bu bayramlarla bir sual düşür ha, hər dəfə deyim sizə. Neçə dəfədir artıq 3 dəfədir bayramla bağlı sual düşür. Adı dəyişilənlər hansı idi? 2 Müstəqilliyin bərpası günü oldu, Ha. biri deyəsən. Bəli. O hansı gündür müstəqilliyin bərpası günü olan? 28 may idi də, dəyişdi. Bilən varsa o desin. Yox, səhv edir. Səhv deyirəm, hə, yaxşı. Yaxşı, onda Ürfan sən bilmirsən? Müstəqillik günü, milli müstəqillik günü elə bir şey oldu. 18 oktyabr. 18 oktyabr oldu müstəqilliyin bərpası günü. Hə, müstəqilliyin Bəli. Respublika günü isə 28 may sizin dediyiniz. O Respublika günü idi, oldu müstəqillik günü. Adı Bəli. dəyişdirilən 2 bayram budur. Və Onda biri müstəqilliyin bərpası günü oldu, biri müstəqillik günü. bəli, bəli. Bunu deyim sizə, əvvəl 18 oktyabrı biz müstəqillik günü qeyd edirdik. 18 oktyabr. Amma sonradan qərar dəyişdirildi prezidentin fərmanı ilə ki, əslində bizim müstəqilliyimiz nə vaxt bərpa olunub? Müstəqilliyimiz nə vaxt əldə olunubdu? 91-də. Yox, ilk dəfə müstəqilliyimizi biz nə vaxt əldə etdik? 18-dəki, 1918-də, 28 may. Bəli, 1918, 28 may tarixində AXC-nin yaranması ilə müstəqillik əldə elədik. Yəni Rusiyanın təsirindən çıxdıq. Bir də müstəqilliyimizi yenidən nə vaxt bərpa elədik? O bayaq sizin dediyiniz tarixdir. 18 oktyabr. Bəli, 91-ci il 18 oktyabr tarixində. Bu günlərə mütləq baxın. Bir də sentyabrda biri var idi, Günay xanım, bu 20 sentyabrda Ən son yaradılan bayram. Azərbaycanda ən son yaradılan suverenlik günü. Suverenlik, hə, aydın. Bunu qeyd edeyim. Keçən dəfə imtahana bu düşmüşdü. Ki, sonuncu yaradılan bayram hansıdır? O vaxt zəfər günü idi, 8 noyabr idi. Amma indi dəyişilibdir, olub 20 sentyabr. Yəni yenisi yarandı. Suverenlik günü. Aydın. Vətən müharibəsi. Bir də bir şey deyim, yeni bir məlumat paylaşıldı. Biz deyirdik axı 2023-cü il antiterror əməliyyatlarından sonra sülhməramlı kontingent Azərbaycanı tərk elədi. Bunu yeni məlumatlarda artıq belə götürürlər ki, 23-cü ildə kontingent çıxmağa başladı, amma tamamilə sonuncu nəfəri belə 2024-cü il iyunda çıxıb.
yanlışdır. Beləcə qeyd edirlər artıq. Əvvəlcə bunu bəzi məlumatlar dəqiqləşənlər kimi dəyişir. Bu tarix kitabında yazılanda da belə olur. Çünki tam netləşmirdi deyənə, tam dəqiqləşəndən sonra artıq konkret o elan olunur. Bunu elan eləməkləri artıq 2024-cü ilin 12 iyunu elan elədilər. Tamamilə sülh məramlarının buranı tərkləməsini. Amma halbuki əslində iyunda 2023-cü ildə getmişdilər. Sadəcə artıq Azərbaycan onu o tarixdə verir. Sonra sualın dalınca düzdür. 1, 4, 5. Daha sonra. Sonra buna siz baxarsınız Aynur xanım 8-ci suala. 8-i İkinci Qarabağ müharibəsinə dair uyğunluq gözlənilmişdir. Azərbaycanın istifadə etdiyi PUA Bayraktar, bəli, Bayraktar var idi. Zəfər günü 20 yox, 2 səhvdir. Azərbaycan istehsalı dron zərbə var. Erməni işğalından azad edilmiş son rayon, bu cədvəl vermişdir. Azərbaycanın həyata keçirdiyi əməliyyat dəmir yumruq əməliyyat yox. Bu Azərbaycanın həyata keçirdiyi əməliyyat antiterror əməliyyatı idi. Bu da səhvdir. Deməli 1 dəqiq düzdür. 3 dəqiq düzdür. Bir dənə 4-də müəmmam var. Aynur xanım, siz niyə 5-ci suala antiterror əməliyyatı kimi yanaşırsınız? Antiterror əməliyyatı 2023-də olub axı. Bəs müharibənin Elə dəmir yumruq idi. Prezident nə dedi? Yumruğun göstərir deyə hər dəfə. Ona görə dəmir yumruq əməliyyatı qaldı. Pardon. Ona görə bir çox əməliyyat olub daha, amma bizim söhbət nədən gedir? 2-ci Qarabağ müharibəsindən gedir deyənə dəmir yumruq əməliyyatıdır bu. Amma 2022-ci ildə olan əməliyyat qisas əməliyyatı idi. Sonra dalınca Fərrux əməliyyatı oldu. Bir də ən axırında olan əməliyyat antiterror əməliyyatları idi 2023-cü ildə. İndi 4-də şübhəli qaldınız. Qoy 4-ü izah edeyim. 2-ci Qarabağ müharibəsinə aid uyğunluq deyil. Əgər desək ki, ümumiyyətlə Azərbaycanın Qarabağ bölgəsində qaytardığı sonuncu rayon hansıdır? Onda cavabımız konkret olar hansı? O 3 dənə rayon. Xocavənd, Xankəndi, bir də Xocalı. Xocalı. Amma bizə deyir ki, 2-ci Qarabağ müharibəsinə aid. İndi 2-ci Qarabağ müharibəsi dönəmində, yəni 44 günlük müharibədə qaytarılan sonuncu rayon hansı idi? Və yaxud sonuncu. Şuşa idi, müəllimə. Şuşa idi. Onda bu da səhvdir. Kəlbəcəri niyə götürmürük? Çünki Kəlbəcər müharibəni dayandıran müqavilədən sonra qaytarıldı. Aydındır. O müqavilə hansı idi müharibəni dayandıran müqavilə? Hansı ölkənin adından idi? 2-ci Qarabağ müharibəsini dayandıran müqavilə hansı idi? Üç tərəfli bəyanatda. Bəli, üç tərəfli bəyanat və yaxud digər adı ilə 10 noyabr bəyanatı. Bu ikisini də verə bilər. 10 noyabr bəyanatıdır. Və o müqavilənin şərtindən də verə bilər. Çünki o müqavilənin şərtində Rus məramlarının Azərbaycana yerləşdirilməsi, 3 dənə rayonumuzun geri qaytarılması döyüşsüz. Bu kimi məsələlərə, bir də Qazağın kəndləri ilə bağlı məsələlər müzakirə olunmuşdur. Yəni, qısa olaraq deyim ki, 10 noyabr bəyanatından düşsə, bu mövzulardır. Bunlara aid variantlar seçəcəksiniz. Qazağın kəndlərinin qaytarılması, Naxçıvana gedən yolun açılması, 3 rayonun döyüşsüz qaytarılması, bir də Rus məramlarının yerləşdirilməsi. Bu 4 dənə əsas məsələ idi. 9-cu suala dəqiqə Azad Əlizadə. Salam müəllim.
Mən üzrlü sayımın bir müddət şəxsi işlərlə əlaqədar qoşula bilmirdim. Aha. İndi bu həftə sonu hamısı, bundan sonra qoşulacağım. Həftə sonu hamısını çatdıracağım. Sadəcə indi bir də baxdım ki, dərsin formatı nə cür gedir, ona uyğun mən də hazırlaşım. Oldu. Siz suallar dinləsəniz də kifayət, yəni böyük şey. Dinləyin əsas. Qrupa da onsuz da videolar çəkilir, videolar göndəriləcək. İnşallah oradan Bəli, öyrənək. bəli. Bu həftə sonu çatdıracağım hamısını inşallah. Oldu, yaxşı. İrfan Oldu, bəy, sağ olun. siz sağ olun. İrfan bəy, siz baxın suala 9-a. 2020-ci il 2-ci Qarabağ müharibəsinə aid doğru fikirlər müəyyən edin. Hərbi sənaye kompleksinin məhsullarından istifadə olundu. Zəfər zərbə dronundan istifadə olunurdu. İlk həftəsində Cəbrayıl Füzuli xeyr. İkinci həftəsində işğaldan azad olunub. Aha. Zəngilan rayonu işğaldan azad edildikdən sonra Naxçıvanla quru sərhədimiz bərpa edildi. Xeyr, 3 səhvdir. Cəbrayıl rayonu azad edilməsi ilə Azərbaycan əsgərləri xeyr, tam nəzarətə götürülmədi. Zəngilan azad edildikdən sonra nəzarətə götürüldü İrandan sərhəd. Hava hücumundan müdafiə sistemləri üzrə çıxarılması üçün yalançı hədəf kimi köhnə təyyarələrdən istifadə edilirdi. Demək, 1-5 düzdür. Zəngilan azad edildikdən sonra xeyr, bərpa olunmayıb ki, hələ tam İrandan sərhəd. Arada Zəngəzur var. Zəngilan. İranla Bildim. sərhəddə deyirsən, yoxsa Naxçıvanla? Yox, İranla sərhəd tam bərpa olunmayıb, heç Naxçıvanla da əlaqə yoxdur. Ona görə 1-5. Hə, İranla sərhədimiz hal-hazırda bərpa olunubdur. Amma Olunub, başqa rayonun qaytarılmasıyla azad olundu. Tam yox, İranla sərhədin bərpasını demirəm. İranla sərhəd tam nəzarətə götürülməyib ki. Zəngəzur qalır. İrfan bəy, bax, qarışdırırsınız. Biz nə dedik? Dedik, İranla olan sərhədlərimiz nə vaxt tamamilə bərpa olundu? Zəngilan rayonu işğaldan azad edildikdə. Ağbənd qəsəbəsi, hə, ən son işğaldan azad olunan bölgə oraydı. Ağbənd qəsəbəsi idi. Və bununla da İranla olan sərhədimiz tamamilə bərpa olundu. Mən demək istədiyim budur ki, ölkə daxilində İranla olan sərhəd tam bərpa olunmayıb axı. İndi bilirəm, siz Zəngəzur dəhlizini deyirsiniz də, elə deyil? Bəli, bəli. Zəngəzur dəhlizi ilə olan artıq o götürmür. Biz artıq İranla olan sərhədimizi tam bərpanı götürürük. Bizim Cavab 1-5 olur. Hə, 1-5-i onsuz da 4 səhvdir, 400 deyil. Amma sənin yanaşman da səhvdir. Onu demək istəyirəm ki, İranla Başa düşdüm sərhədimiz tam bərpa olunubdur. Və artıq bunu kitab bunu verir, konkret belə verir. Dövlət İmtahan Mərkəzinin kitabı belə verir. Gəldik müharibənin ilk həftəsi məsələsi, ikinci suala. Cəbrayıl nə vaxt azad olundu işğaldan? 4 oktyabrda. Müharibədə başlayıb 27-si. Aha, əslində birinci həftəyə düşür bu. Amma Füzuli düşmür. Cəbrayıl ilk həftəyə düşsə də Füzuli düşmür. Ona görə səhvdir, onu da götürmürük. Düzdür, belə yanaşma düzdür. Bir də bundan əlavə, rayonların işğaldan azad olunma ardıcıl falan saya bilərsəniz? Rayonların Cəbrayıl, Füzulidir. Ardıcıllıq olaraq. Zəngilan, Qubadlıdır. Şuşadır. Digər üçü müharibədən sonra müqavilə ilə qaytarılıb. Müqavilə ilə. İndi bunların tarixlərinə baxmısan, yoxsa sadəcə belə yadında saxlamısan? Yox, onların tarixlərini əzbərləmişəm, bəli. Aha, zəhmət onuzu deyin. Cəbrayıl 4 oktyabrda qaytarıldı. Füzuli 17 oktyabrda qaytarıldı. Sonra qaytarıldı deyəndə alındı. Zəngilan 20 oktyabrda alındı. Qubadlı 25-də, Şuşa 8 noyabrda. Bəs o birisi rayonlar necə qaytarıldı? Ağdamdır, Kəlbəcərdir, Laçındır. Onlar bəyanatdan sonra müqavilə əsasında qaytarıldı. 20 noyabrda Ağdam qaytarıldı. 25 noyabrda Kəlbəcər, bir də 1 dekabrda Laçın. Aha, indi bir dənə də buradan əlavə edeyim Ağdamla bağlı. Ağdam Qarabağın prezidentin çıxışına əsasən deyirik ki, Ağdam Qarabağ bölgəsinin ən böyük sənaye şəhərinə çevriləcək. Yəni prezident bununla bağlı böyük bir layihə planı hazırlanmasıyla bağlı göstəriş verib və 2040-cı ilə qədər böyük bir sənaye şəhərinə çevrilməsi planlaşdırılır. Bunun üçün də nə yaradıldı? Qoy onu da deyim. Ağdam Sənaye Parkı yaradılıb.
Deməli, Azərbaycanda 7 sənaye parkı var. Onlardan biri də Qarabağ bölgəsi. İkisi daha doğrusu işğaldan azad olunan torpaqlarımızdadır. Biri Qarabağda Ağdam sənaye parkıdır. Biri isə Şərqi Zəngəzurda yerləşən, yəni Cəbrayıl rayonunda yerləşən Araz Vadisi İqtisadi rayonu. Araz Vadisi. Bu da sənaye parkı gedir. Sənaye parkı nədir? Sənaye parkı sahibkarlığın inkişaf etdirilməsi məqsədilə, sənaye sahələrinin inkişaf etdirilməsi məqsədilə dövlətin yaratdığı bir layihədir. Məsələn, burada sənaye sahibkarları, sənaye inkişafı məqsədinə sahibkarlara böyük miqdarda yardım ayırır. İstər gömrük məsələlərinin rüsumundan azad olunması məsələsində, istər ƏDV vergilərinin tutulmasında onları azad eləyir. Həmçinin 10 il müddətinə də onları xüsusi olaraq ödədikləri vergilərdən maaf tutur, yəni azad eləyir. Buna görə də sənaye parklarının inkişafı məqsədinə dövlət belə bir yardım çərçivəsi hazırlayır. Onu da qeyd edim ki, Ağdamda istehsal olunan aboy kağızları artıq xarici ölkələrə satışı başlanılıbdır. Keçən ildə, 2024-cü ildə. 10-cu suala, Yusuf bəy, siz nə vaxt gəlsəz xəbər eləyərsiniz. Mən hələ ki sizə vermirəm sualları. Yusuf bəy, siz baxardınız. Gəlmişəm. Gəlmişsinizsə, hə, baxın onda. Neçə? 10-cu sual. Məncə ölkədə qismən səfərbərlik elan edilməsi səfərbərlik elan edilmişdi də ölkədən. Qisməndən o birisi fərqlidir də yəqin onda. Səfərbərlik var idi. Aha, orada Üç də oxşardı, fərqli deyil, fərqlənənlərin yüksək. 5 var, 100%. 5 ikinci Qarabağ müharibəsinin fərqli cəhətidir. 1 də var. oy. Ekranda başqa test açılmadı. 10-cu testə baxıram. Vətən 2-ci Qarabağ müharibəsinin 2016 Aha. belə başlayır. Düz baxıram mən yoxsa? Hə, düz baxsın. Mən başqa test açırdım. Elə bildim sizin ekranda o test açıldı. Yox, 1, 5, 3 də məncə eynidir. Aprel döyüşlərinə ad veriblər məncə. Yəqin onda fərqli qismən olar. Çox güman ki, burada həm qismən, həm də ümumi səfərbərlik söhbəti var. Yəqin ki, 2-ci Qarabağda səfərbərlik elan edilmişdi də, qismən yox, ümumiyyətlə səfərbərlik elan edilmişdi, ona görə olar. 1, 2, 5 olar yəqin. Bir dəqiqə. Deməli, 1, 2, 5 götürdünüz. Cəbhənin şimal-cənub rayonlarında hərbi əməliyyatların həyata keçirilməsini götürdünüz. Aprel döyüşlərinə fərqli 2-ci olaraq. Qarabağda var idi, bəli. Bəli, burada şimal və cənub rayonlarında hərbi əməliyyatların həyata keçirilməsi. Bəli, şimalda da oldu, cənubdan da oldu, iki bölgədən də oldu. Qismən səfərbərlik elan edilməsi də vardı. 2016 səfərbərlik falan yox idi. 1-2-ni də götürdük. Nə vaxt səfərbərlik elan olundu? Qoy onu da yadınızda saxlayaq. 27-si başladı, 28-i oldu da deyəsən. Yoxsa bəlkə də mütləq qeyd edeyim. Bu siz hansı suala düşmüşdü? Verginin imtahana düşmüşdü. 27 sentyabrda yazmışdı. 28 sentyabrda yazmışdı. bir gün sonra səhv Bir gün etmirəmsə. sonra. 28 sentyabrda qismən səfərbərlik. Və Azərbaycanda həm də ən sonunda hərbi vəziyyətin elan olunması da həmin tarixdir. Hərbi əməliyyatın Erməni silahlı birləşmələrin təxribatının cavab tədbiri olaraq başlaması, bu hər ikisinə aiddir, düzdür götürdük. Bir də Şuşa şəhərinin azad edilməsi aiddir. Şuşa şəhərində zəfər qurultayı. Şuşa demişkən qoy buna da toxunum. Nə vaxt keçirilir? Bu quruculuğa aiddir. Sonrakı dönəmə aiddir. Zəfər qurultayı. Mən qeyd edim, yəqin ki, əslində Ürfan bəy, siz bilməlisiniz bunu. Biz sizinlə keçmişik. Nə vaxtdır? Zəfər qurultayı. 20-ci ilin 10 dekabrında Zəfər paradı keçirilib. Qurultayın gününü dəqiq bilmirəm. Deməli, Zəfər qurultayı Azərbaycanlıların, dünya Azərbaycanlıların qurultayıdır əslində. Sadəcə 6-cı qurultay belə adlanır. Zəfər qurultayı adlanır.
Azərbaycanda 2001-ci ildən Dünya Azərbaycanlıların Qurultayı keçirilir Heydər Əliyevin göstərişinə əsasən. Yəni dünyanın fərqli ölkələrindən Azərbaycana dəvət olunurlar Azərbaycanlılar və diasporaların sədrləri olsun, digər köçənmiş şəxslər çağırılır və birliyi təşkil etmək məqsədinə belə görüşlər keçirilir. Sonuncu keçirilən isə Zəfər Qurultayıdır. 5 ildən bir keçirilir bu. Zəfər Qurultayı 2022-ci ildə Şuşa şəhərində keçirilir. Belə yadda saxlayın. Bu Zəfər Qurultayı adlanır 2022-də. Sonra 11-ci sualda Aynur xanım. Sualı 11. Böyüdün də zəhmət olmasa. Çox aha, indi yaxşı oldu. Vətən 2-ci Qarabağ müharibəsi, Vətən müharibəsinin düşməndən tamamilə təmizlənən çox sağ olun. Hansı rayonların ərazilərinin müəyyən hissələr həm 94 yanvar, həm də 2016 aprel hərbi əməliyyatların gedişində işğaldan azad edilmişdir. Rayonların ərazilərinin müəyyən hissələri yəni həm 94-də azad olunub, həm də 2016-da tamamilə təmizlənən hansı rayon? Başa düşdüm. Ərazi olaraq göstərməliyik. Biz Bunu burada. əslində mən demişdim sizə. Qardağı rayonlarıdır. Bir, yəqin ki. Yox. Əslində o rayonun ilk qaytarılan kəndi 94-cü yanvarında qaytarılıb. Amma sizin əksəriyyətiniz ona elə bilirsiniz 2016-da qaytarılıb. Ona görə bu testi salırlar. Çünki bəzən səhv anlaşılır o qaytarılması. Horadizi deyirsiniz? Dozuq Mərdanlını deyirəm. Çocuq. Dozuq Mərdanlı bilirsiniz ki, Cəbrayılın kəndidir. Dozuq Mərdanlı kəndi. 94-cü ilin yanvar ayında Heydər Əliyevin dönəmində əməliyyat keçirildi. Horadiz əməliyyatı idi bu. Sən dediyin də əslində. Horadiz əməliyyatı. Və bu nəticədə Dozuq Mərdanlı ilk qaytarılan Cəbrayılın kəndidir. Bunu qeyd götürün ki, ilk nə vaxt qaytarıldı? 94-cü ildə qaytarıldı. Amma Dozuq Mərdanlıya nəzarət tam olaraq nə vaxt Azərbaycanın əlinə keçdi? Aprel döyüşlərində. Bəli, hansı yüksəkliyin əldə olunması ilə? Lələtəpə. Bəli. Lələtəpə. Lələtəpə yüksəkliyin əldə olunmasına 2016-cı ildə. Və bununla nəzarət bizim əlimizə keçdi. Ona görə çox vaxt düşünürlər ki, Dozuq Mərdanlı 2016-da qaytarılıb. Yox, 94-də qaytarılmışdı. Tam olaraq da Cəbrayılın başa çatması 2-ci Qarabağ müharibəsindədir. Tam olaraq. Cəbrayıl hansı rayondur nömrə olaraq? Cəbrayıl hardasa gəlib 4 olar. Yox, Cəbrayıl sərhəd rayonudur. Sərhəddə yerləşir. 2-dədir. İranla sərhəddir də, ya 2-dir, ya 3-dür. 2-dir. 2 Cəbrayıldır, 3 Füzulidir, 2-dən aşağıda isə Zəngilandır. 2-nin aşağıdakı sərhəd rayonu. Bir də bu rayonlara toxunaq, çünki coğrafiyadan düşə bilər. Çünki sizə sala bilər ki, bu rayona aid olan xüsusiyyətləri seçin. Dəqiqə. Deməli, baxın, bir oldu, yəni Azərbaycanın 2023-cü ilə qədər ən böyük rayonu sayılan Kəlbəcər rayonu. 2023-cü ilə qədər dedim. İndi hal-hazırda ən böyük rayonumuz hansıdır? Quba rayonu. Quba rayonudur. Nə oldu ki, Quba rayonu ən böyük rayon? Bu da Qubadır, baxın. Kəlbəcər böldülərdə Ağdərə yarandı. Bəli, Ağdərənin kəndləri geri qaytarıldı özünə. Nə vaxt Ağdərə rayonu yenidən bərpa olundu? Müharibədən sonra da səhv etmirəmsə. İl olaraq nə vaxt götürərsiniz? 2023-dən sonra. 23-cü il. 23-cü il dekabr ayında, bəli, prezidentin fərmanı ilə yenidən bərpa olundu. Deməli, 92-dən ta ki 2023-cü ilə qədər ləğv olmuşdu da, 92-də ləğv olmuşdu, 23-də yaradıldı. Bu belə. Sonra Kəlbəcərin aşağısındakı rayon hansıdır? Coğrafiyanı bilən. Nə? Laçın rayonu. Bəli, Laçın rayonudur. Ondan aşağıda olan isə Zəngilan. Qubadlı. Qubadlı sonra Zəngilan.
Amma içinin altında olan, bax, sərhəddə yerləşən isə Zəngilandır, bəli. Sərhəd rayonunda yerləşən, İranla sərhəd bölgədə. Daha sonra bu balaca nöqtə göstərilir, bax, Şuşadır, balaca nöqtənin olduğu yer. Bəs 4 hansı rayondur? Xankəndidir ora. Xocavənd rayon. Xocavənd. Xankəndi də balacadır. Və yəni Xocavənd böyük. Ha, oranın yanında. Bəli. Və Xocavənddir. Qarabağ iqtisadi rayonuna hansı rayonlar daxildir? Bir təkrarlayaq, yadımızda da qalsın coğrafiya. Qarabağ iqtisadi rayonuna. Bərdə, Ağcabədi, Bəli. Tərtər, Xocavənd, Füzuli, Ağdam, Laçın, Kəlbəcər. Hə. Təxminən yəni Bəli. Laçın, Kəlbəcər məncə şeydədir, Şərqi Zəngəzurda. Şərqi Zəngəzur. Kəlbəcər Zəngəzurda deyil. Yox, Şərqi Zəngəzurda deyil. Kəlbəcər Qarabağ iqtisadi rayonuna daxildir. Bax, Qarabağa belə götürün. 3 dənə X, 3 dənə A. Ağdam, Ağcabədi, Ağdərə. Sonra Kəlbəcər, 3 dənə X. Xocalı, Xocavənd, Xankəndi, Şuşa, Şuşanın da bir Qarabağdadır. Füzuli, sonra Tərtər, Bərdə. Kəlbəcər dəqiq Qarabağdadır. Bəli, Kəlbəcər Qarabağdır. Mən Şərqi Zəngəzur bilirdim ona görə. Şərqi Zəngəzur isə dəqiq, mənim də qarışdırdı. Məncə Yox. Şərqi Zəngəzur. Şərqi Zəngəzur səhv etmirəm. Şərqi Zəngəzur, Quballı, Zəngilan, Füzuli, üzr istəyirəm, Zəngilan, Cəbrayıl, Qubadlı, Cəbrayıl. Zəngilan, Hə, sonra üç dənə rayon Kəlbəcər, oldu. düzdür. Kəlbəcər, Kəlbəcər də Laçın. daxil. Bəli. Kəlbəcər də Çünki daxil. onlar xüsusi nümayəndəliklər yarananda birinci Qarabağ Şərqi Zəngəzur idi, sonra onlar bölündülər. Şərqi Zəngəzur. Deyildi, çaşdırdı elə bil orada. Deməli, Qarabağa deyəndə 3 dənə X, 3 dənə A, əlavə olaraq Şuşa, Bərdə, Tərtər, Füzuli. Bunları götürəcək. Qalanlar isə o digər yerdə qalanların hamısı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil. Sonra 2020, burada sual deyəsən fərqli formada verilmiş deyəsən. Yox. Bu sualın başlığı qaldı o tərəfdə. Mən balacalaşdım. Deməli, burada, xəritədə işarələnmiş rayonlarla bağlı ümumi cəhəti müəyyən edin. Buna Vüsal bəy, siz baxın. Bu elə bir yuxarıdakı, elə bir bunun 12-nin xəritəsi axı sağ tərəfdədir. Yox, 13-dədir. Siz buranı oxuyun, mən çevirim 13-ə. Bu hissəni oxuyun, çevirim 13-ə. Birinci xəritəyə baxaq da bir dənə. Yaxşı. Siz mənə onu balacalaşdırın, mən ekrandan onsuz da böyüdüb balacalaşdıra bilirəm. Elə Bəli. qoyun ki, göstərsin. Aha, bir Yenə də dəqiqə. yerləşmirəm. İndi mən, yox, yaxşıdır. Baxın. Amma o rayon deyil axı, o başqadır, o sual başqadır. Yenə görmürdünüz siz o sualı. O elə bildim odur. Biraz da Təqribən bildiniz də balacalaşdırın. hansı rayonlarda? Deməli, bura şeydir də, bir dəqiqə, bir də heç nə eləməyin. Bir saniyə. Deməli, bura Zəngilan üstüdür, Cəbrayıl, Qubadlı. Aha. Bir Düzdür. Qubadlı, bir də Cəbrayıl, düzdür. İkisi də. Cəbrayılla Qubadlıdır bunlar. Deməli, burada nə deyir? Deyir, bura aid olan Bəli. Ora deyir ki, xəritədə işarələnmiş rayonlarla bağlı ümumi cəhəti. Yəni Cəbrayıl ilə Qubadlının ortaq cəhəti. yaxşı, buradan elə birdən oxuya gedim. Xəritədə verilmişən ümumi cəhət. İkinci Qarabağ müharibəsinədək ərazilər